Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz ve değerli kardeş ve bacılarımız, bugünkü cüme hutbemizin mevzusu İhlas hakkında olacaktır. Yüce Rabbimiz biz kullarını, bendelerini yaratıp onların ana merkezini teşkil eden kalp evi verip ve o kalp evi nezergâh-ı ilahidir. Rabbimiz kalbimize nezer eder ve bütün emellerimizin Allah rızası için kalbimizden, gönlümüzden ihlaslı olarak sırf Allah'a hatir, Allah'ın rızasını elde etmek için etmemizi isteyir. Allah rızasından kenar edilen emellere bazen riya karışır. Riya da insanı Allah'a şerik koşacak kadar büyük bir günaha aparmış olur. Onun için de Rabbimiz biz kullarından her ne edirikse edey Allah'a hatir, ona hatir etmemizi isteyir. İbadetlerin çoğunu değil, azını edip ama halis etmemizi Rabbimiz biz kullarından isteyir. Yüce Rabbimiz Kur'an-ı Kerim'in bir ayesinde böyle buyurur. Bismillahirrahmanirrahim. Huvel hayyu la ilahe illa hu fed'uhu muhlisina lehu'd-din. Elhamdülillahi rabbil alemin. Ebedi olan ancak O'dur. Ondan başka hiçbir ilah yoktur. Allah'a dini yalnız ona mahsus ederek ibadet edin. Alemlerin Rabbi olan Allah'a hamdolsun. Yüce Rabbimiz buyurur ki, dünyada her ne vardırsa her şey fanidir. Bir gün mehve mehcumdur. Eğer ki siz mene hatir değil, insanları işinize ortak tutarsınızsa, insanları emellerinize şer'i edersinizse, bilin ki onların her biri fanidir. Ama baki olan Rabbimiz buyurur ki, menem, menden başka ilah yoktur. Eğer ki Allah'tan başkası için neyi edirikse, demek ki özümüz de farkında olmadan ihlastan uzak düşür, onları özümüz için ilahlaştırmış oluruz. Rabbimiz buyurur ki, baki olan menem, ebedi olan menem, menden başka Allah yoktur ve her ne ibadet edirsinizse edin, halis olarak, mühlis olarak mene hatir edin ve ayenin sonunda Elhamdülillahi Rabbil alemin, hamdolsun alemlerin Rabbi olan Allah'a ki hamd, şükür, zikir yalnız ve yalnız alemlerin Rabbi olan Allah'a mahsustur. İnsan isteyir ettiği emelleri Allah'a hatir etsin. Ama içimizde bir nefs var, şeytanın vesvesesi var ve bize müdahale etmeye başlayır. Rabbimiz Kur'an-ı Kerim'in İsra suresinde şeytan ki, iblis ki Rabbimizden izin istedi kovulduktan sonra ona verdiği izinden bahsedir
insanların üzerinde kuracağı hakimiyetten bahsedir. Onların malına, canına, evlatlarına olan şerihlikten bahsedir. Ve Rabbimiz İsra suresinin 65. ayetinde böyle buyurur. İnne ibadi leyse leke aleyhim sultanun ve kefe bi rabbike vakile. Doğrusu benim ihlaslı bendelerimin üzerinde senin hiçbir sultanlığın, hükmün olabilmez. Rabbinin vekil olması, senin şerrinden ve vesvesenden onları koruması için yeter. Rabbimiz burada ayette İblise buyurur ki, sen benim kullarımın, bendelerimin üzerinde bir sultanlık kurarsan, bir hakimiyet kurarsan, bakmayarak ki dünyada bugün 2 milyardan yukarı Müslümanlar var, ama ibadet edenlerin, hakiki ihlaslı kulların, hakiki bendelerin sayı az olmuş olar. Ve o kullar hansılardı? İnne ibadi. Rabbimiz buyurur ki, o kullar benim hakiki bendelerim, hakiki kullarım, hakiki ihlaslı bendelerimdir ki sen onların üzerinde sultanlık edebilmezsen, sen onların üzerinde hükümranlık edebilmezsen ve ben özüm vekil olarak o kullarıma yeterem, o kullarıma kifayet ederim. Hicr suresinde ise İblis Rabbimize deyir. Deyir, ben duracağım yolun üzerinde, sana doğru gelen insanların çoxunu azdıracağım, onları yolundan ayıracağım. Ayırabilmediğim insanlar kimdi? İlla ibadeke minhumul muhlasin. Ayırabilmediğim yegane deste onlardır ki, yalnız senin ihlaslı bendelerinden başka. O şəxslər istisnadır. O şəxslər müstəsnadır ki, onlar senin ihlaslı bendelerindir. O ihlaslı bendeler üzden tanınır mı? Tabii ki xeyir. Ne için? Çünkü ihlas kalbe məxsusdur. İhlas insanın niyetine məxsusdur. İhlas Allah'la kul arasında olan elə bir rabitədir ki, həmin kul, həmin bende Allah'tan gayri her şeyi bir kenara koyur. Bütün niyetini, düşüncesini, amalını, her şeyi Allah'a hatir hayata geçirmiş olur. Allah Resulü sallallahu aleyhi ve sellem Hazreti Ebu Zer'e böyle buyurur. Ey Ebu Zer, derya çok derindi, gemini yenile. Mübarek Resulümüz bir ahiret seferinden, ahiret yolculuğundan bahsediyor Hazreti Ebu Zer'e ve buyurur ki, ey Ebu Zer, derya çok derindi, gemini daima yenile. Kur'an içerisinde bir ayet var. Ey iman getirenler, ey iman edenler, iman edin. Allah iman eden insanlardan ne için tekrar bir de iman etmelerini istesin? Çünkü insan onudandır. İnsan bilerek bilmeyerek küfre ve zelalete girebilir. Bunun için Rabbimiz Kur'an'da buyurur ki, ey iman edenler, iman getirin. Ve Allah Resulü de buyurur ki, la ilahe illallah demekle imanınızı daima yenileyin. Bu zikri çok deyin. Ve mübarek Resul Hazreti Ebu Zer'e buyurur ki, ey Ebu Zer, derya çok derindi. Gemini yenile, tezele. Ele müeyyen bir ibadetler edirsen onlara arxeyin olma. Müeyyen bir emellerin var, onlara arxeyin olma. Allah'ın Resulü buyurur ki, Müslümanın, müminin 2 günü eyni olmaz. 2 günü eyni olan Müslüman ziyan içerisindedir. Dünenki ile kifayetlenme. Bugün yeni adımlar atmaya başla. Bugün Allah rızası için yeni işler, yeni düşünceler içerisine dahil ol. Ve buyurur ki, ey Ebu Zer, derya derindi, gemini daima yenile. Sefer çok uzaktır. Manevi bir Allah Resulü sıxem verir bize. Sefer çok uzaktır. Uzak sefer için azugeni tamam, kamil götür.
yolda yarımçıq qalmayasan, yolda azuqəsiz qalmayasan. Qalxacağımız yer yoxuşdur. Yükünü yüngülləşdir. Yoxuşa qalxanda insanın kürəyində olan yük onun qalxmasına mane olur, çəkir arxaya. Allah Resulü da buyurur ki, ey Əbu Zər, qalxacağımız yer yoxuşdur, yükünü yüngülləşdir. Aləmlərin Rəbbi olan uca Allah bütün əməllərini incə detalları ilə görür. Hər nə əməl edirsənsə et, ixlaslı olmaq üçün çalış. Əgər ixlaslı olmazsa, həm dəryanın dərinliyi səni boğar, həm səfərin uzunluğu səni yarı yollarda qoyar, həm qalxacağın yoxuş yerdə geri çəkilərsən, qalxa bilməzsən. Çünki bütün əməllər aləmlərin Rəbbi tərəfindən nəzarət edilir. Hansı əməllər qəbul olunur? O əməllər ki, ixlaslıdır. Muhammed və Ali Muhammedə salavat çəkilək. Əziz və dəyərli qardaşlarım, söhbət ixlaslan düşmüş ikən, biz Allah tərəfindən göndərilən bütün peyğəmbərlərin hər nə əməl etdiklərinə şahid oluruqsa, hər birinin Allaha xatir ixlas içərisində olduğunu görürük. Əhl-i Beyt imamları da belə idi. Allah Rəsulunun əshabı da ixlas içərisində ömürlərini başa vurmuş oldular. Həzrəti İbrahim əleyhissalam oda atılanda niyyəti o qədər Allah üçün xalis idi ki, Cəbrail əleyhissalam gəlib ona hər hansısa bir köməyin lazım olduğunu təklif edəndə buyurdu ki, aləmlərin Rəbbi olan Allah mənim halımdan xəbərdardır. Deyə bilərsiniz ki, o bir peyğəmbər idi. Bu hal övliyalar üçün də keçərlidirmi? Təbii ki, keçərlidir. Bağdadda bazarda yanğın çıxmışdı. Bir mağazanın içərisində 2 uşaq yanğından xilas ola bilmirdi. Fəryad içərisində yardım istəyirdilər. Mağazanın müdürü deyir ki, içinizdə elə bir şəxs varmı? Gəlsin bu uşaqları çıxarsın. Mən o həmin şəxsə 1000 qızıl verəcəm. Buyurulur ki, Bağdadda Allah dostlarından olan Əbul Hüseyin Nuri adında bir övliya gəldi, girdi o odun içərisinə, o uşaqları odun içərisindən heç bir zərər toxunmadan nə uşaqlara, nə də özünə mağazadan çıxardı, yanğının içərisindən çıxardı. Həmin şəxs mağazanın müdürü gətirib ona 1000 qızılı verəndə Əbul Hüseyin Nuri etiraz edir. Deyir ki, əgər mən bu məvacibi düşünərək o odun içərisinə girsəydim, hər kəsi yandırdığı kimi od məni də yandırardı. Niyyətim xalis Allah rizası üçün oldu. Allaha xatir girdim, 1000 dinara görə yox, 1000 qızıla görə yox. Onun üçün od məni yandırmadı. Buyurulur ki, bir Allah dostu Məkkə şəhərində idi. Pul kisəsini itirmişdi. Artıq aylar keçdi, öz ölkəsinə gələ bilmirdi. Bəsrədən sifariş etdi ki, mənə pul göndərin və bu müddət içərisində bunun saçı saqqalı uzanmağa başlamışdı. Deyir, getdim bərbərə ki, mənim heç nəyim yoxdur. Allah rizası üçün saçımı, saqqalımı azaldarsan, deyir, onun da başqa bir yanında müştərisi var idi. Elə həmin müştərinin saçını, saqqalını yarımçıq qoydu, keçdi mənim saç saqqalımı düzəltməyə. Deyir, müştəri başladı narazılıq eləməyə. Mən də etiraz etdim ki, qoy bitsin işin, sonra mənim saçımı təmizləyərsən. Deyir, dedi ki, yox. Müştəriyə qayıtdı, dedi ki, sənin saçını məvacib qarşılığında təmizləyirəm. Bunun müqabilində pul alacağım. Amma bu yeni gələn sırf Allah rizası dedi, Allaha xatir dedi. Onun üçün bunu geri çevirə bilmərəm, bunu qarşıya, qabağa salmalıyam. Deyir, elə ki, işini bitirdi,
cibində nə qədər pulu var idisə, hamısını mənə uzatdı ki, Allah xatirinə məni üzürlü say, olanım budur. Və mən deyir, götürdüm, getdim, Bəsrədən qızıllarım, pullarım gəldi, gətirib ona artıqlaması ilə verəndə dedi ki, biz Allah rizası üçün etdiyimiz yeri geri almarıq. Sənə vermədim, Allaha verdim, Allah xatirinə verdim. Əziz və dəyərli qardaşlarım, ixlaslı olmaq çətin bir işdir. İxlaslı olub olmamağı bilmək də ondan çətindir. Amma insanda vicdan mexanizması deyilən bir tərəzi var, bir ölçü var ki, insan nə qədər nəyin üstünü örtüb bastırmağa çalışsa da o vicdan mexanizması, vicdanı ölməyibsə ona doğruları, həqiqətləri müəyyən formada pıçıldamağa başlayır. Nəyin doğru, nəyin yanlış, nəyin riya, nəyin şirk, nəyin tam olaraq Allaha xatir, Allah rizası üçün olduğunu daha gözəl bilmiş olur. Bizi dəvət edilən məclislər olur. Bəzən görürük ki, o məclisdə bizim mənfəətimiz yoxdur, amma Allahın rizası var. Görürük ki, ayağımızın biri gedir, biri getmir. Nə üçün? Demək ki, ixlaslı deyilik. Amma o məclislərdə ki, eşitsək ki, hər hansı bir vəzifə sahibi var, eşitsək, bilsək ki, o vəzifə sahibi ilə hər hansı bir ünsiyyətimiz yaranacaq, hər hansı bir dünya adına mənfəət əldə etmiş olacağıq, zahirən adını din qoyub, amma işin daxili tərəfində işə riya qataraq, nəfsimizi qataraq, ixlasımızı körlamış olacağıq. Allah Rəsulü sallallahu aleyhi və alihi və səlləm buyurur ki, bütün insanlar həlak olar. Amma alimlər istisna. Bütün insanlar həlak olar, amma alimlər bu həlak olmadan istisnadırlar, müstəsnadırlar. Bütün alimlər də həlak olar. Elm sahibidir, bilir, amma alimlər də həlak olar. Bəs həlak olmayanlar kimlərdir? Elmi ilə əməl edənlər istisna. Alimdir, elmi var, əməl etmirsə həlak olar. Elmi ilə əməl edirsə artıq bu istisnadır. Allah Resulü buyurur ki, elmi ilə əməl edənlər də həlak olar. Ya siz kim qaldı? Elmi ilə əməl edənlər də həlak olar, ixlaslılar müstəsna. Elmi ilə əməl eləyir, nəyi bilirsə əməl eləyir, amma işin içinə nələrsə qatırsa Allah Resulü buyurur ki, həlak olarlar. Amma ixlaslılar müstəsnadır. İxlaslılara gəlincə, Allahın Resulü buyurur, ixlaslılara gəlincə, onlar da böyük təhlükə ilə üz-üzədirlər. Bir Allah dostu var idi, ömrünün son nəfəsi idi. Son nəfəsində şeytan buna yaxınlaşdı, dedi, sən nə mübarək insansan. Bu yaşa gəldin, çatdın, mən sənə bir dəfə vəsvəsə elə bilmədim. Dedi, Allahın lənəti olsun sənə, məndən uzaq dur. Nə üçün? Dedi, çünki hələ son nəfəsimi tapşırmamışam, son nəfəsimi verməmişəm. Bəzən insan ixlasla əməllər edər, amma son nəfəsdəmi şeytan aldadar, işin ortasındadırmı aldadar bilmirik. Bunun üçün böyük övliyalar, böyük vəlilər hər nə edərdilərsə etsinlər, Allahın rizasını işin içinə qatardılar. İmam Zeynul Abidin əleyhissalam bir ömür yoxsulların, fəqirlərin qapısına ərzaq qoydu, yardım qoydu. Üzünü bağladı, heç kəs onu tanımadı. Elə ki, dünyadan köçdü, onun cənazəsini ki, yuyurlar, gördülər kürəyində qabar var. Soruşdular, bu nədir? Yaxınları, ev əhli dedi ki, bu onun gecə qaranlığında üzünü bağlayıb, yoxsulların, fəqirlərin evinə apardığı yardımların yeridir. Və elə ki, həmin gecədən sonra o qapılara yardım qoyulmadı, bildilər ki, o yardımı qoran İmam Zeynul Abidin əleyhissalamdır. Bir misalı da xəlifə Həzrəti Ömərdən çəkək, bununla da xütbəmə son verirəm. Xilafəti dövründə bir içki içən Mədinə küçələrində insanları incidirdi. Götürdü şallağını ki, gedib bunu tənbih edəcəm. Gəldi yanına elə qaldırmış şallağı ki, vursun, həmin içkili şəxs başladı xəlifəni söyməyə. Yendirdi şallağı aşağı. İçkili şəxs dedi ki, nə üçün belə etdin?
içkilidir, amma bu atılan addım təsir elədi ona. Deyir, nə üçün belə etdin? Deyir, mən Allah rizası üçün səni tənbih eləməyə gəlmişdim. Amma elə ki gördüm, sən məni söyürsən, mənim nəfsimi işin içinə qatırsan, onun üçün də sənin hökmünü qaziyə həvalə edirəm. Qazi sənin haqqında hökm versin. Baxın, Allah üçün yaşayanlar, Allah üçün yola çıxanlar, biz Həzrət Əli əleyhissalamın da həyatında bu nümunələri görürük. Misallar çoxdur. Düşmənin başını kəsəcək, Əbdübud adında o qatı düşmənin, Əbdübud ki ağzını su ilə doldurur, o mübarək imamın üzünə atır, o Zülfüqar yerə inir. Deyəndə ki, ya Əli, nə üçün onun başını kəsmədin? Buyurur ki, bu Zülfüqar mənə Allah Rəsulu tərəfindən onun üçün hədiyyə edildi ki, haqq yolunda baş kəsim, haqq yolunda mücadilə edim, nəfsim işin içinə qarışmasın deyə mən qılıncımı yerə yendirdim. Cüməniz mübarək olsun.